Bəli, biz hər zaman yaxına gəl. Hər zaman təşəkkür edirik, hər zaman dövlətimizə minnətdarını bildiririk. Bu günlərin biz yenə Bərdər rayonunda, biz hardayıq, hansı kənddir bura? Qəhrəman kəndi. Adınız, soyadınız? Cabbarova Sayat Dağlar qızı. Cabbarova Sayat Dağlar qızı. Bəli, təşəkkür edirik anamızın demək bacılarına, qardaşlarına, yəni hamısına ev verilibdir, dövlətimiz veribdir. Çox-çox təşəkkür edirik, minnətdarını bildiririk. Amma burada bəzi anlaşılmazlıq var, o da özü istəyirəm desin. Buyur anam. Hə, mən elə bir qardaşım ki, dekabrın, 25 dekabrından köçüb gediblər, mən qalmışam. Müraciət eləyirəm, deyirlər növbəti köçdə. Bugün zəng eləmişəm, deyir yox, səni qardaşının üstündə yazıblar. Allah haqqı mən Kəlbəcərdən yanı bura, anamla ayrı gəlmişik, qardaşlar hamı ayrılıb, biz... Ananızın soyadı? Cabbarova Navat Cəlil qızı. Cabbarova Navat Cəlil qızı, Cabbarova Sayat Dağlar qızı. Dağlar qızı. Bax, hazırda anam da buradadır. Dekabrın 25-dən düz indiyənə qədər 16:57 qaynar xəttə zəng edirlər, deyirlər ki, siz növbəti köçdə köçəcəksiniz. Bu da məktub dəlilləri. Bu sənədlərə baxmayıbdılar. Bəli, məktub amma ayrı-ayrı təsərrüfatdarsınız. Ayrı-ayrı təsərrüfatlar. Yəni Nazim qardaşı, Nazimin adı nədir? Nizami. Nizami familiyası nədir? Cabbarov, Nizami Dağlaroğlu. Nizami Dağlaroğlu ayrı təsərrüfatdır. Cabbarova Sayat, Cabbarova Navat bunlar ayrı təsərrüfatdır. Bunlar indiyənə qədər elə bilibdilər ki, qardaşına ev verilibdir, amma anamıza verilməyibdir. Amma indi adəti olan orqanlardan nə xahiş edirsiniz? Çox xahiş edirəm. Bəli. Rövşən Rızayevdən, aidiyyəti olan orqanlardan məni nəzərə alıbdır. Allaha 87 yaşlarımla burada yer adamın daxalında qalmışam. Məni nəzərə alıb köçürdələr Həsən Riz kəndinə. Sizdən çox-çox xahiş edirəm. Və adəti olan orqanlardan xahiş edirik, inanırıq. Allah haqqı inanırıq. Və 44 gün ərzində Qarabağımızı alan cənab prezidentimizə də inanırıq, Məcburi Köçkünlər Komitəsinə də inanırıq. İnanırıq. Təşəkkür edirik, şəhidlərimizin qarşısında biz baş əyirik və inanırıq ki, bu ailəyə dəstək olunacaq. Yəni burada anlaşılmazlıq deyilən bir şey var. Hər bir işdə, hər bir kompüterdə, hər bir işdə qardaşım da savadsızdır. O kağıza baxmayıbdılar. Amma bugünə qədər də qanar xəttə zəng edirlər və biz növbət çəkilişlər, əvvəldə də çəkilişlər eləmişdik. Elə bir ki, ayrı təsərrüfatlar. Məktub da yazmışlar. Bəli, həqiqətən ayrı təsərrüfatlar. Sadəcə onlara bilmirlər ki, evin o adamın Nizami qardaşından da Nizami eyni yerdə verilibdir. Cabbarov Nizami ilə. Ona görə xahiş edir ki, Cabbarov Sayat kim qızı? Dağlar qızı. Nəzərə alasınız. Ananızın adı? Cabbarova Navat Cəlil qızı. Bax, hazırda da burada laf görə də bilərsiniz. Məktubu da göstər. Bax, anlaşılmazlıq olubdur. Biz tənqid eləmirik. Yəni, Məcburi Köçkünlər Komitəsinin yüzlərlə gözəl işləri var. Bu gözəl işlərinə biz kölgə sala bilmərik. Çünki orada işləyən işçilər hamısı dövlətimizə sadiq insanlardır. Cənab prezidentimizi sevən insanlardır. Amma bəzi nöqsanlar olur. Yəni, olur da insandır, kompüterdə işləyənlər və ya səhv edirlər. Bax, burada görsün nə yazılıbdır. Demək, Azərbaycan Respublikası Məcburi Köçkünlər Komitəsinin Dövlət Sürə Komitəsi. Bax, gör nədir? Ayın neçəsidir? 25.05.2026. Bu tarixdə vətəndaş Cabbarova Navat Cəlil qızı Bərdər rayonunun Qəhrəmanı kəndi. Nə yazılıbdır? Sizin Azərbaycan Respublikası Prezidenti Administrasiyası ünvanladığı müraciətinizdə Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlər üzrə işə Dövlət Komitəsi baxılmışdır. Nəzərinizə çatdırırıq ki, keçmiş məcburi köçkün ailələrin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələri təmin olunması prosesi mövcud qaydalara uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Qeyd edirik ki, Ağdərə Rəhənsəniz kəndinə köçürülmənin növbəti mərhələsində müraciətinizdə mövcud qaydalar əsasında baxılacaqdır. Bu cənab Natiq Hüseynov, Qayıdışın Qeydiyyatı və Təşkil Şöbəsinin müdürü. Bu məcburi köçkünlər üzrə komitədən Ay Natiq müəllim, sizin göndərdiyinizdir. Ay Natiq müəllim, sizin göndərdiyinizdir. Gördünüz? Natiq müəllim, Natiq Hüseynov, sizin göndərdiyinizdir. Və biz Rövşən Rızayevə və o cümlədən də orada olan Eldar müəllimə, Məcburi Köçkünlər Komitəsində işləyən bütün o xanımlara hər birinə dərin təşəkkürünü bildiririk. Amma olur da indi səhvlər olur. Və sadəcə olaraq bunu bildirmək istəyirik ki, yəni bu insana belə məktub göndərilibdir. Ayın neçəsində 25.05.2026. Məktub göndər may ayında. Və indi avqust ayında deyilir ki, sənə ev verilibdir. Və bu necə ola bilər? Yəni burada xahiş edirik ki, ayrı-ayrı təsərrüfatdılar. Ayrı-ayrı təsərrüfatdılar. Xahiş edirik ki, bu ailəyi anamıza çək. İnşallah dəstək olunsun. Çox xahiş edirəm. Təşəkkür edirəm. Çox xahiş edirəm. Təşəkkür edirəm.